Şabran rayon Uzunboyat kənd sakini, özəl toxumçuluq təsərrüfatının sahibi Vəliyeva Səbirə Əmrağa qızı, Şabran rayon icra hakimiyyətinin başçısı Asif Hüseynovun onlardan aldığı arpa toxumunun pulunu vermədiyini bildirir. Sahibkarın sözlərinə görə bir neçə il bundan öncə icra başçısı Asif Hüseynov onların toxumçuluq təsərrüfatına gedərək 15 ton toxumluq arpa alıb. O toxumun pulunu qısa zaman ərzində verəcəyini bildirsə də, üstündən bir neçə il keçməsinə baxmayaraq, hələ də icra başçısına satdıqları məhsulun pulunu ala bilmirlər. Xanım sahibkarın oğlu Vüsal Muradovun Sevinç Aymaz'a verdiği məlumata görə icra başçısı Asif Hüseynov onlara ümumilikdə 10.500 manat zərər vurub. Bir neçə il bundan qabaq bunu da əlavə eləmək istəyirəm ki, biz Kənd Təsərrüfatı Nazirliyinin verdiyi müvafiq şəhadətnamələr və araşdırmalar əsasında 2007-ci ildən bu vaxta kimi öz təsərrüfatımızda taxıl toxumlarının istehsalı və satışı ilə məşğuluq. Bir neçə il bundan qabaq Şabran rayon icra hakimiyyətinin başçısı Asif Hüseynov köməkçisi ilə bir yerdə bizim təsərrüfata gəldi. Bizə bildirdilər ki, sizdə bəs toxumluq arpa var. Bildirdik ki, bəli var. Birinci reproduksiya Cəllabad 19 arpa toxumları var. 50 kiloluk qablaşdırılmış kisələrdə. Bizə bildirdilər ki, bəs bizə 15 ton arpa toxumu lazımdır. Biz də bildirdik ki, bəli, var, verə bilərik. Dedik ki, 15 ton Kamaxozun maşını göndərəcək, 15 ton onu verəsiz. Bunlar da elə bir ki, onun səhərsi Kamaxozun şadmanı gəldi, işçiləri ilə bir yerdə 15 ton arpanı bizim təsərrüfatdan yükləyib apardılar ki, əkmək adına. Üstündən bir müddət keçən sonra gördük ki, bunların vəd elədiyi kimi Asif müəllimin arpanın pulunu vermək istəmir. Vəliyevlər bu müddət ərzində dəfələrlə Şabran rayon icra hakimiyyətinə gedib icra başçısı Asif Hüseynovla görüşmək istəsələr də bu görüş onlara müəssər olmayıb. Hətta onların Şabran rayon sakinləri olaraq icra başçısının vətəndaş qəbuluna yazılmaq cəhdlərinin qarşısı da alınıb. Biz müraciət elədik, icra hakimiyyətinə getdik onu görə bilmədim. Bundan sonra başqa vaxt getdik, dayınım anamın 70 yaşı var, o gedmir, mən gedirdim. Mavinlərdən Hüseyin İlyasov rast gəldi mənə. İlkin Ağayevə bildirdim. Onlar da bildirdilər ki, bizə nadiyyat var. Yəni bir neçə dəfə getdim, başçını orada tapa bilmədim ki, deyək. Bundan sonra mamam Respublikanın müxtəlif instansiyalarına, cənab prezidentə, birinci xanıma, prezident administrasiyasının rəhbəri Samir Nuriyevə, ərazi şöbəsinin müdiri cənab Zeynal Nağdəliyevə və baş prokuror cənab Kamran Əliyevə, Şabran icra başçısının bizim etibarımızdan sui-istifadə edib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, bizə qarşı dələduzluq hərəkətləri ilə elədiyini və bizdən aldığı 15 ton arpanın 10.500 manat pulunu vermədiyinə görə müraciət elədik. Bütün müraciətlərimizə baxmayaraq heç bir cavab verilmir. Məsələ ilə əlaqədar olaraq Şabran rayon icra hakimiyyəti ilə əlaqə saxlayıb, səsləndirilən faktla bağlı münasibət almağa çalışdıq. Şabran rayon icra hakimiyyəti başçısının birinci müavini Hüseyin İlyasovun Sevinç Aymaz'a verdiyi açıqlamada bu məsələnin onlara heç bir aidiyyatının olmadığını bildirdi. Bu da mənə aid, bu məsələnin mənə aidiyyəti var. Yox, sadəcə indi icra hakimiyyətinin başçısı olduğuna görə bizə icra hakimiyyətinin rəsmi mövqeyi lazımdır. Mənə aidiyyəti var bu məsələnin. Siz icra hakimiyyətinin birinci müavinisiniz də. Mən bir dost kimi, bir qardaş kimi sual verirəm. Mən də sizə bir yoldaş kimi deyirəm ki, siz icra hakimiyyətinin birinci müavinisiniz də. Yox, tam səhv bir sual verirəm mənə. Mənim nə aidiyyəti var? Bu mənim sənətçilərlə bağlı bir məsələ olsa, nə bilim, belə deyim, mənim işimlə ayrı, belə mənim gözüm üstə. Sənin istənilən sualı mən cavab verərəm. Mən sənə xəstəliklə çox istəyirəm. Amma qaldı ki, yəni bu belə absurd fikirlər nədir bu deyir? İndi niyə xəbər tutub bu adam?